Dünya dövlətləri 2-ci Dünya müharibəsi dövründə və ondan əvvəlki dövrlərdə olan testlərimizlə davam edirik. 20-ci əsrin 20-40-cı illəri, 2023-cü ilin DİM toplu testləri. 81-ci test. Almaniyanın 20-ci əsrin 30-cu illər tarixi üçün səciyyəvidir. Millətlər Cəmiyyətinə üzv qəbul olması bu deyil, çünki o 26-cı ildə idi. Pivəxana qiyamı 23-cü ildədir. Reyn Təminat Paktının imzalanması o da 25-ci ildədir. Demək, D variantı nasist partiyasından başqa digər partiyaların qadağan olunması olacaq. D variantı, çünki 1934-cü ildə Almaniyada nasistlər, faşistlər hakimiyyəti ələ alırlar və digər partiyalar qadağan edilir. Rapallo müqaviləsi 1922-ci ildə imzalanmışdı. 82. Almaniyanın 1918-ci və Türkiyənin 1923-cü il tarixinə aid oxşarlıq. Reyn Təminat Paktı ola bilməz, çünki Reyn Təminat Paktı 1925-dədir. Millətlər Cəmiyyətinə daxil olması da ola bilməz, çünki Millətlər Cəmiyyəti hələ heç yaranmamışdı 18-də. Sədəbat Paktına qoşulması da deyil. Sədəbat Paktı 1937-ci ildə Türkiyə, İran, İraq, Əfqanistan imzalamışdı. Bir tərəflik yalan etmişdilər özləri üçün və təkpartiyalı sistemin yaradılması da ola bilməz. Cavab Y variantı, Respublika İdarə Üsulunun yaranması olacaq. 83. Türkiyənin və Almaniyanın 20-ci əsrin 1-ci rübü tarixinə aid oxşarlıq, yəni 1925-ə qədər olan tarixdə oxşarlıq, konstitusiyanın qəbul edilməsi. Türkiyədə anayasa 1924-də qəbul edilmişdi. Almaniyada Weimar konstitusiyası var idi. Deməli, cavab olacaq A variantı. 1-ci Dünya müharibəsinə qoşulması, deməli, niyə deyil? Çünki 1-ci Dünya müharibəsi dövründə Türkiyə elan olunmamışdı. Hələ Osmanlı idi. Millətlər Cəmiyyətinə qəbul olmaqları ola bilməz. Bu Versal müqaviləsindən sonradır. Lozanna konferansında iştirak etmələri də olmayacaq. Çünki Lozannada Almaniya yox idi. Polad Paktına qoşulmaları da İtaliya və Almaniya arasındadır. Türkiyə yox idi. 84. Almaniyanın 1926-cı il Türkiyə Respublikasının isə 1932-ci il tarixinə aid oxşarlıq. Elə Almaniyada 1926-nı görən kimi bilirik ki, Millətlər Cəmiyyətinə daxil olmasıdır. Türkiyədə 32-də daxil olubdur. Cavab Y variantı. 85. 2-ci Dünya müharibəsi dövründə göstərilənlərin aid olduğu dövlət 1939-cu ildə Polşanın Almaniya ilə bölüşdürməsi razılığına gəlmiş və 1941-ci ildə Lend-Liz haqqında qanun ona da şamil edib. Cavab olacaq SSRİ. 86. 2-ci Dünya müharibəsi dövründə göstərilənlərin aid olduğu dövlət 1939-cu ildə Finlandiya, Latviya və Estoniya üzərində maraq dairəsi tanındı. 1941-ci ildə ABŞ tərəfindən yardım göstərilmək qərarında. Cavab A variantı SSRİ. 87. Türkiyə Respublikasının tarixinə aiddir. Lozanna 1922-ci ildədir. İnönü 1921-ci ildədir. 1-ci Dünya müharibəsi dövründə respublika deyildi Türkiyə. Mudanya sülhü, Mudanya 1923-cü ildə, Mudaniyadan sonra Türkiyə Respublika elan olunacaq. Montre konferansı isə respublikaya aiddir. Çünki Montre 1936-cı ildədir. Keçən izahda da dediyim kimi, boğazlara çıxışı olmayan ölkələrin oraya hərbi gəmi çıxarılması Montreyə əsasən qadağan olunmuşdu. 88-ci test. İtaliyada faşist rejiminin süqutu ilə nəticələndi. Midey döyüşü Yaponlarla idi. İtalyan Antikominterin müharibədən əvvəldir. 1943-cü ildə müttəfiq qoşunların Siciliya adasına çıxarılması ilə İtaliyada faşist rejimi süqut edir. Cavab C variantı. Əl-Alamein döyüşü ingilislərlə olmuşdu. 1942-ci ildə bu faşist rejimini süquta uğratmamışdı. İtalyan-Alman qoşunları arasındaydı və Y variantı Dwight Eisenhower başda olmaqla ABŞ qoşunlarının Şimali Afrikaya çıxarılması ilə də niyə İtaliyada faşist rejimi süqut etsin? Siciliyaya qoşun çıxartmaqla süqut edir. 89. 2-ci Dünya müharibəsinin gedişində müttəfiq qoşunlarının Siciliyaya çıxarılmasının nəticəsində elə eyni testdir. İtaliyada faşist rejimi süqut etdi. 90. Moskva yaxınlığında döyüşün nəticəsi 1941-in dekabrında baş vermişdi. İldırım sürətli müharibə planı boşa çıxır. Elə cavab C variantı olacaq.
41 1943-cü ilə aid deyil. ABŞ və İngiltərənin Siciliyaya qoşun çıxartması aiddir. Tehran konfransı aiddir. Müttəfiqlərin Şimali Fransaya qoşun çıxartması isə 44-cü ildədir. Kursk döyüşü 43-cü ilin qışından yayına qədərdir. Alman qoşunlarının Stalingrad ətrafında darmadağın edilməsinin başa çatılması isə 43-dədir. 42-də başlayır, 43-də isə başa çatır. Deməli, davam edək 92-ci testlə. İkinci Dünya müharibəsində Sovet-Alman cəbhəsində əsaslı dönüşün başlandığı və başa çatdığı döyüşlər. Başlandığı döyüş Stalingrad, başa çatdığı döyüş Kurskdur. Cavab D variantı. 93-cü test. 93-cü test. Birinci və İkinci Dünya müharibəsində Almaniyanın ildırım sürətli müharibə planlarının iflasa uğradığı döyüş Marna və Moskva. Cavab C variantı. 94. İkinci Dünya müharibəsində Avropada ikinci cəbhə açıldı. Müttəfiq qoşunlarının Şimali Afrikaya çıxarılması ilə yox, müttəfiq qoşunlarının Şimali Fransaya çıxarılması ilə. Cavab B variantı 1944-də açılmışdır. 95. İkinci Dünya müharibəsi gedişatında hansı döyüşdə Yapon qoşunları məğlub edilib? Təbii ki də B variantı Midway döyüşündə. 96. İkinci Dünya müharibəsi gedişində Almanlar tərəfindən işğal edilməmişdir. Hara işğal edilməyibdir? Deməli, Çexoslovakiya Almanlar tərəfindən İkinci Dünya müharibəsindən əvvəl işğal edilmişdir. 1939-da. Ona görə də cavab olacaq Y variantı. 97. İkinci Dünya müharibəsi dövrünə aid Barbarossa və Vilvet planlarına aid oxşarlıq. Barbarossa planı Hitlerin Qafqaza dair olan planıdır. Vilvet isə İngiltərə və Amerikanın Qafqaza dair olan planıdır. O zaman Türkistan yoxdur. İngiltərə ilə bağlı olmaqları deyil, SR ilə bağlı olmaqları Cənubi Qafqazdan Sovet qoşunlarının çıxarılmasının nəzərdə tutulması, ildırım sürətli müharibə. Deməli, digər Y variantı da deyil, A və B variantı da deyil. Cavab olacaq Cənubi Qafqazdan Sovet qoşunlarının çıxarılmasını nəzərdə tutmaları. 97 D. seri ilə bağlı olmaları verilibdir. Cavablarda seri ilə bağlı olmaları. Amma Qafqazdan Sovet qoşunlarının çıxarılmasını da qeyd edə bilərik. 98. İkinci Dünya müharibəsi dövrünə aid Barbarossa və Edelweiss planlarına aid oxşar cəhət. ABŞ ilə bağlı olmaları deyil, ABŞ ilə bağlı olmaları deyil. SR ilə bağlı olmaları, yenə SR ilə bağlı olmaları verəcək. Edelweiss Hitlerin Qafqaza hücum planıdır. Barbarossa da ümumiyyətlə Hitlerin SR ilə bağlı olan planıdır. Deməli, oldu SR ilə bağlı olmaları. 99. SR-nin İkinci Dünya müharibəsi dövrü üçün səciyyəvi cəhətlərdən biri. İlk dəfə kolxozçulara pensiya tətbiq olunması olmaz. Bryan Kellogg paktı deyil. Axska türklərin deportasiyası olacaq. Cavab C variantı. Çünki 1944-cü ildə Axska türkləri deportasiya olunmuşdu ki, Almanlarla əməkdaşlıq etmisiniz deyə. 100-cü test. SR-nin İkinci Dünya müharibəsi dövrü üçün səciyyəvi cəhətlərdən biri. Kollektivləşmə olmaz, çünki 29-dadır. Krım türklərinin deport edilməsi cavab B variantı olacaq. Kolxozçulara pasport verilməsi 1959-da, Molotov-Ribbentrop paktı 1939-un avqustunda, Münhen konfransında isə seri yoxdur və konfrans 38-dədir. 101-ci test. 1919-cu ildə qəbul edilmiş Weimar Konstitusiyasına görə Almaniya parlamentli prezident respublikası elan edildi. Cavab Y variantı. Prezident yox, Almaniya Britaniyanı veribdir. Konstitusiyalı monarxiya quruluşu olmaz. Elə düzdür. Cavab Almaniya parlamentli prezident respublikası elan edildi. 102-ci test. Versal sülh müqaviləsinin sisteminin iflası səbəblərindən biri.
Münhen 1938-ci ildədir. Versal müqaviləsinin süqut səbəbi deyil. Almaniyanın Reyn bölgəsinə qoşun yeritməsi. Cavab B variantı. 103-cü test. Almaniya və İtaliyanın 20-ci əsrin 30-cu illər tarihinə aid oxşarlıq. Demək, mandat sisteminə əsasən ərazi bölüşdürülməsi bu dövrdə deyil, faşist sisteminin süqutu da ola bilməz, seriyə hücum etməsi də ola bilməz, seri tərəfindən işğal edilmələr, İspaniyaya hərbi müdaxilə təşkil etmələri olacaq. 104-cü test. 20-ci əsrin 30-cu illəri Almaniya və İspaniya tarihinə aid oxşarlıq. Cavab, faşist diktaturasının qurulması. 105-ci test. 2-ci Dünya müharibəsindən əvvəlki dövrə aiddir. SSR-nin xam torpaqlarının istifadəyə verilməsi variantı, B variantı İspaniyada xalq cəbhəsinin hakimiyyətə gəlməsi, C variantı ABŞ-da TAF xərtli qanunun verilməsi, D variantı Almaniyada Federativ Respublikanın yaranması, AFR, Y Berlin böhranı. Deməli, cavab olacaq İspaniyada xalq cəbhəsinin hakimiyyətə gəlməsi. Çünki SSR-də torpaq islahatı da müharibədən sonradır. ABŞ-da TAF xərtli qanunu 1947-ci ildədir, Paris-Trüben dövründə. Almaniya Federativ Respublikası AFR, ADR, bu da müharibədən sonradır, 1949-cu ildədir. Berlin böhranı isə 1961-ci ildədir ki, Almaniyanı iki hissəyə bölürlər. 90-cı ilə qədər Almaniya ADR və AFR-ə bölünür, ABŞ və SSR meyilli hissələrə. 106-cı test. 2-ci Dünya müharibəsindən əvvəlki dövrə aiddir. Karib böhranı, bu 1962-ci ildədir. Tiananmen hadisəsi 1989-dadır. Çexoslovakiyanın almanlar tərəfindən tutulması 1939-dadır. Berlin böhranı 1961, ABŞ-da 3-cü yol siyasəti isə Bill Clintona aiddir və 1992-2000-ci illərdə Clinton hakimiyyətdə olmuşdu. Deməli, cavab olacaq Çexoslovakiyanın almanlar tərəfindən tutulması. 107-ci test. İngiltərənin 1649, Almaniya 1918-ci il tarihinə oxşarlıq. Cavab Y variantı Respublikanın elan olunması. 108-ci test. Türkiyənin 20-ci əsrin 30-cu illərinə aiddir. Respublika idarə üsulunun yaranması. Olmaz, çünki Türkiyə 23-cü ildə yaranıbdır. İraqla müqavilə imzalanması, Türkiyə, İran, İraq, Əfqanistan 1937-ci ildə Sədabad paktı imzalayıbdır. Ona görə də cavab olacaq B variantı. İlk konstitusiyanın qəbul edilməsi 1924-də anayasadır. Müstəmləkələrdən məhrum olması bu Osmanlı imperiyasına aiddir. Türkiyə qurulanda artıq müstəmləkəsi yox idi. Monarxın hakimiyyəti məhdudlaşdırılması kimi bir hadisə də orada yoxdur. 109. ABŞ Konqresinin Rooseveltin prezidentliyi dövründə qəbul etdiyi birtərəflik haqqında qanunda nəzərdə tutulurdu. Birtərəflik qanun 1935-ci ildə imzalanmış, təcavüzkar və təcavüzə məruz qalan ölkəyə heç bir silah və sursat çatmamağı öhdələrini götürürdülər. Cavab olacaq C variantı. 1941-də isə bu qanun dəyişilir. 110-cu test. ABŞ-ın yeni xətt siyasətində məqsədi nə idi? Milli sənayeni formalaşdırmaq olmaz, çünki dirçəltmək ola bilərdi. Cavab Y variantı ölkəni böhrandan çıxartmaq olacaq. 111-ci test. Almaniyanın Versal müqaviləsinin şərtlərini pozmağını sübut edir. Rapallo ola bilməz. Rapalloda əksinə Almaniya SSR ilə yaxınlaşır. Rusiya ilə iqtisadi əlaqələr elə Rapallodadır. Niyə ki, orada şərt pozsun? Hərbi hava qüvvələri və sualtı donanmasını yaratmağa başlaması olacaq. Cavab C variantı. Daos planının ləğvi kimi bir hadisə yoxdur. Faşistlərin hakimiyyətə gəlməsi də Versalı niyə pozsun ki? Yəni özləri üçün kimisə hakimiyyətə gətiriblərsə. 112-ci test. SSR-nin 20-ci əsrin 20-30-cu illər tarixi üçün səciyyəvidir. Siyasi partiyaların fəaliyyətinin genişlənməsi ola bilməz. Çünki bu dövr siyasi partiyalar fəaliyyəti genişlənməyibdir. Sovet dövründə bir dənə partiya var idi ki, o da kommunist idi.
Pensiya və sisteminin tətbiqi, xeyir-bazar iqtisadiyyatının yaradılması da deyil, demokratik hüquqların genişlənməsi də deyil, Sovet dövrünə aid deyil bunların heç biri. Çünki avtoritar rejim qurulmuşdu. Cavab olacaq təkpartiyalı siyasi sistemin yaradılması Y variantı. 113. SSR-nin 20-ci əsrin 20-30-cu illər tarixi üçün səciyyəvi idi. Totalitar dövlət sisteminin mövcud olması olacaq elə A variantı. Çünki hərbi kommunizm siyasəti 1920-21-ci illərdə idi. Çoxpartiyalı sistem dediyim kimi SSR-də yoxdur. Vətəndaş müharibəsinin başlanması, SSR-də vətəndaş müharibəsi yoxdur. Kolxozçulara pasportun verilməsi isə 1959-cu ildə Xruşovun dövründə olmuşdu. 114. SSR-nin 20-ci əsrin 20-ci illərin ortalarına tarixinə aiddir. Sənayeləşmə xətti olacaq cavab A variantı, çünki sənayeləşmə 1925-dədir. 15. 1921-ci ilin sonu 22-ci ilin 115 daha doğrusu 1921-ci ilin sonu 1922-ci ilin əvvəllərində keçirilən Vaşinqton konfransında 4 dövlət müqaviləsini imzaladı. Deməli, 4 dövlət müqaviləsini imzalayır İngiltərə, Fransa, Yaponiya, bir də Amerika. Bunların içərisində isə Fransanı burada göstəriblər. O da 2-dir. Cavab C variantı. 116. 1932-ci ildə Millətlər Cəmiyyətinə qəbul olunan dövlətlər. 1932-ci ildə Millətlər Cəmiyyətinə daxil olmuşdu Türkiyə. Cavab olacaq 1. Y variantı. 117. Birinci Dünya müharibəsindən sonra Mərkəzi və Cənub-Şərqi Avropanın siyasi xəritəsində baş vermiş dəyişiklik. Qars Ardahan, Batumun Rusiya tərəfindən işğalı burada yoxdur. Əksinə, Brest-Litovsk sülhünə əsasən Qars Ardahan, Batum qaytarılır Osmanlıya. Rumıniyanın dövlət müstəqilliyi Osmanlı tərəfindən tanınması kimi bir fikir də yoxdur. Gəlin düz cavab axtaraq. Düz cavab olacaq Avstriya-Macarıstan imperiyasının dağılması. 118. Dünya dövlətlər arası münasibətləri tənzim etməyə xidmət edən beynəlxalq qurumun yaranmasının sahəsində ilk addım oldu. Bu olacaq Millətlər Cəmiyyətinin yaradılması. BMT isə daha sonradır, 45-ci ildə yaranıb. İlk addım deyirsə, o zaman Millətlər Cəmiyyəti olacaq D variantı. 119. Prezident Rooseveltin həyata keçirdiyi yeni xətt siyasəti. Yeni xətt siyasəti böhrandan çıxmaq, ölkə iqtisadiyyatını bərpa etmək, kənd təsərrüfatını dirçəltmək kimi məsələləri öz qarşısına qoymuşdu. Bank sistemi sağlamlaşdırılmışdı, Milli Bərpa İdarəsi yaradılmışdı, sonra sənayedə əmək münasibətləri nizama salmaq üçün yaradılmışdı bu. Vagner qanunu verilmişdi sənayeni nizama salmaq üçün. Gəlin görək indi bunlara uyğun nə var burada. Deməli, A variantında deyir ki, bank sistemi üzərində dövlət nəzarətinin ləğvi. B variantında deyir, azad bazar iqtisadiyyatı şəraitində sahibkarlığı canlandırmaq. C variantı, immiqrasiya qanunlarında dəyişiklik etmək. D variantı, dövlətin tənzim edici rolunu artırmaq. Deməli, cavab olacaq D variantı. Çünki dövlət hətta kənd təsərrüfatında olan artıq məhsulları kəndlilərdən satın alır ki, insanlar, iqtisadiyyat canlansın. 120. Prezident Rooseveltin yeni xətt siyasəti illərində sosial sahədə həyata keçirdiyi tədbir. Sosial insanların rifahının yaxşılaşdırılması olacaq. O zaman olacaq demək, dövlət təqaüd və müavinət sisteminin həyata keçirilməsi. D variantı. 121. İkinci Dünya müharibəsi illərinə aid hadisələrin xronoloji ardıcıllığını göstərin. Dünkerk möcüzəsi 1940-cı ildə olmuşdu. Qəribə müharibənin başlaması 1939-cu ildə olmuşdu. İldırım sürətli müharibə planının başa çıxması isə 1941-ci ildə olmuşdu. Deməli, 3-ə C yazacaq. 3-ə C. Daha sonra
1-ə B, 1-ə B, 3-ə C, 2-ə A, B variantı olacaq. 122-ci test. İkinci Dünya müharibəsi illərinə aid hadisələrin ardıcıllığını zaman oxunda müəyyən edin. Tehran konfransı 1943-dür, Birləşmiş Millətlərin bəyannaməsi 1942-dir, Atlantika xartiyası isə 1942-ci ilin avqustundadır. Birləşmiş Millətlərin bəyannaməsi isə 42-nin yanvarındadır. O zaman birinci olacaq 2. 2-yə yazacaq A, 2-yə A, B variantında da var, A-da da var. Birinci 2-ni götürdük. Sonra olacaq Atlantika xartiyası. 3-ə yazacaq B. Bəli, cavab yenə də B variantıdır. Keçdik digər testə. Eyler-Venn diaqramına uyğun olanları müəyyən edin. Böyük Britaniyanın 40-cı və Fransanın 60-cı illərinə aid hadisəni göstərin. Demək, müstəmləkələrin istiqlaliyyətinin tanınması ortaya gedəcək. 3-ə A. 3-ə A bir neçə yerdə var. Bankların milliləşdirilməsi. Milliləşmə məsələsi Etlenin dövründə Böyük Britaniyadadır. O zaman 1-ə B, 3-ə A. 1-ə B, 3-ə A. Demək, B variantının üzərində duracaq. Əlcəzairdə müstəmləkəçilik əleyhinə mübarizə gedəcək 2-yə, 2-yə C, 2-yə C. Bir dəqiqə mən bu testə baxım. Demək, burada Əlcəzairdə müstəmləkəçilik əleyhinə müharibənin başlanması 2-yə getməyəcək. Çünki Əlcəzairdə müstəmləkəçilik əleyhinə müharibənin başlanması 4-cü Respublika dövründədir. 4-cü Respublikada 1958-ci ildə başa çatıbdır. Ona görə də C variantı getmir. Bir də Ulster probleminin kəskinləşməsi, o da getməyəcək. Çünki Ulster probleminin kəskinləşməsi də 20-ci əsrin 60-cı illərindədir. Yəni, belə aydın olur ki, hər birinə bir dənə variant getməlidir. Və cavab olacaq B variantı. 1-ə B, deməli, 20-ci əsrin 40-cı illəri banklar milliləşdirir Böyük Britaniyada. Etlen dövründə bilirik ki, milliləşmə var. 2-yə gedəcək D. Referendumda məğlub olan Charles de Gaulle 69-cu ildə istefa verməsini göstərib. 3-ə isə A, müstəmləkələrin istiqlaliyyətinin tanınması. Çünki Evian sazişinə əsasən Fransada Əlcəzairin istiqlaliyyəti tanınır. Böyük Britaniyada da Etlen dövründə müstəmləkələrə azadlıq verilir. 124. İkinci Dünya müharibəsi illərində Seri ilə Almaniya arasında imzalanmış dostluq və sərhədlər haqqında müqaviləyə görə ərazinin bölüşdürülməsi rəsmiləşdirilmiş ölkə. Cavab olacaq Polşa. Polşa olacaq. Bəli, burada Polşa ərazisi isə 4-də verilmişdir. 125. 20-ci əsrin ikinci 10 illik və 40-cı illəri Fransa tarixinə aid ümumi cəhət. Respublika elan edilməsi, konstitusiyanın qəbul edilməsi, ABŞ-la müharibə aparılması, Almaniya ilə müharibə aparılması, Seri ilə müttəfiq olması. 40-cı illəri. Demək, Fransa tarixinə aid olacaq Almaniya ilə müharibə aparılması 125-də. Çünki Fransa 2-ci Dünya müharibəsində 40-cı illərdə elə 40-cı ildə Almaniyaya uduzmuş və ərazisinin şimal hissəsini itirmişdi. 20-ci əsrin ikinci 10 illiyi isə 1910-20 arasıdır. Bu da 1-ci Dünya müharibəsidir. Deməli, Fransa həmin müharibədə iştirak etdiyinə görə olacaq Almaniya ilə müharibə etməsi. 126. 20-ci əsrin 30-cu illəri ABŞ və Türkiyə tarixinə aid oxşar cəhət. Respublika elan edilmələri olmaz.
Konstitusiya qəbul olunması, Amerika Konstitusiyası 30-cu illərdə yoxdur, sədabat olmaz. Bitərəflik siyasət olacaq, çünki hər ikisi bitərəflik siyasəti yürütmüşdü. Türkiyə, Amerika 1935-dən, Türkiyədə 1937 Sədabat Paktından sonra. 127. Məntiqi ardıcılığı tamamlayın. Saint-Germain sülh müqaviləsi Avstriya imzalanır. 2. Avstriya-Macaristan imperiyasının dağılması. Dalınca görək nəyə götürək. Cavab Y olacaq. Serb, Xorvat, Sloven krallığının yaradılması. 128. ABŞ prezidentinə aid uyğunluğu müəyyən edin. Franklin Roosevelt Böyük Cəmiyyət proqramı Lyndon Johnsona aiddir. Bir dəqiqə. Demək ki, William Taft'a aid olan dollar diplomatiyasıdır. Burada nə deyir? Həyata keçirilən iqtisadi siyasi tədbirlər. Bir dəqiqə testin strukturuna baxmaq istəyirəm. Deməli, burada uyğunluğu tapmalıydıq. Mən elə başa düşdüm ki, 1-ə nə götürəcəyik, 2-yə nə götürəcəyik, budur. Burada uyğun olanlar Franklin Roosevelt'də böyük dəyənək siyasətidir. Franklin Delano Roosevelt. Bir də William Taft'da dollar diplomatiyasını götürəcəyik. Harry Truman də 3-cü yol siyasətini yazıbdır, amma 3-cü yol siyasəti Bill Clinton'dadır, ona görə götürülmür. Woodrow Wilson'a yazıbdır Böyük Cəmiyyət proqramı, o da götürülmür, çünki Böyük Cəmiyyət proqramı bayaq dediyim kimi Lyndon Johnson. Deməli, cavab olacaq yalnız 2. William Taft, dollar diplomatiyası. Çünki böyük dəyənək siyasəti də Franklin Roosevelt'də yox, Theodore Roosevelt'dədir. Franklin Roosevelt'də yeni xətt siyasətidir. 30-cu illərdə hakimiyyətdə olub. 129. 20-ci əsrin 60-cı illərində Seri ilə arasında silahlı münaqişə baş verən dövləti xəritədə göstərin. Cavab olacaq demək Çin. Çin ərazisi də 2-də verilmişdi. Deməli, cavab olacaq 2. Çünki burada nə deyir? Münaqişə baş verən dövlətləri yazır, amma bir dövlətdir burada. Monqolistan var. Daha sonra Hindistan var. Pakistan var. 1 Pakistandır, 5 Hindistandır, 4 Monqolistandır, 3 isə İrandır. Amma münaqişə aparan dövlət Çindir həmin dövrlərdə. Seri ilə Damansk adasında toqquşma olmuşdu 1969-da. Ona görə də olacaq C variantı 2. 130. 20-ci əsrin ikinci 10 illik və 40-cı illəri Fransa tarixinə aid ümumi cəhət. Yenə də kiminləsə müharibə etməsi olacaq. Çünki 1-ci və 2-ci Dünya müharibəsi dövründə Fransadan soruşur. İngiltərə ilə müttəfiq olmasıdır bu dəfə. Cavab C variantı. Çünki 1-ci dünyada da, 2-ci dünyada da Fransa İngiltərə ilə müttəfiq idi. 131. 20-ci əsrin 30-cu illəri ABŞ və Türkiyə tarixinə ümumi cəhət. Yeni prezidentin hakimiyyətə gəlməsi. 30-cu illərdə Türkiyədə yeni prezident var. Deməli, Atatürk gedir, İsmət İnönü gəlir. Amerikada da Roosevelt gəlir. Ona görə də cavab olacaq A variantı. 132. Məntiqi ardıcılığı tamamlayın. Saint-Germain sülh müqaviləsinin imzalanması, Avstriya-Macaristan imperiyasının dağılması, görək dalınca nəyə verir? 132-nin davamına baxaq. Macaristan, Avstriyanın Almaniya birləşməsi, Macaristan dövlətinin yaranması olacaq. D variantı. 133. ABŞ prezidentlərinə aid uyğunluğu həyata müəyyən edin. Yenə bayaqki kimidir. Franklin Delano Roosevelt mehriban qonşuluq yazıb. Bir də 2-yə yazıb Harry Truman ədalətli xətt siyasəti. Bu doğrudur. 3-ə yazıb Bill Clinton 3-cü yol siyasəti. Bu da doğrudur.
Richard Nixon yazıbsə, yeni iqtisadi siyasət. Deməli, cavab olacaq burada 2 və 3. 2 və 3 də verilibdir. 2 və 3 yoxdur. 2 və 3 yoxdursa, o zaman baxaq bir varianta. Bir variant, yalnız bir. Franklin Roosevelt, mehriban qonşuluq siyasəti. Bu testdə nəsə uyğunsuzluq var. Bəli, 133-cü test yanlışdır. Çünki Harry Truman ədalətli xətt siyasəti var. Deməli, Bill Clinton'da 3-cü yol siyasəti var. Richard Nixon'da yeni iqtisadi siyasət var. Amma mehriban qonşuluq siyasəti Franklin Delano Roosevelt'də yox, Theodore Roosevelt'dədir. Yəqin ki, uyğunsuzluğu tapın demək istəyiblər. 134. Münhen sözləşməsinin nəticələrinə daxildir. Fransanın iqtisadi baxımdan əhəmiyyətli rayonlarından məhrum olması. Münhen sözləşməsi 1938-ci ildə imzalanmış və Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya verilmişdi. Sözləşməyə təcavüzkarı sakitləşdirmək paktı da deyilir. Məqsəd orada o idi ki, Almaniya Seriyə hücum etsin, Avropaya gəlməsin. Cavab D olacaq. 135. Münhen sözləşmələrinin nəticələrinə daxildir. Yenə də Mərkəzi Avropada vəziyyətin Almaniyanın əleyhinə dəyişməsi var variantlarda. Sonra B variantında deyir, Almaniyanın silahsızlaşdırılması bu Versaldaydı. Sar vilayətinin statusunu dəyişdirməsi söhbəti orada yoxdur. Çexoslovakiya bütövlüyünün qorunması da deyil. Cavab olacaq Y variantı. Fransa və İngiltərənin beynəlxalq aləmdə nüfuzu zəifləyir. Çünki onlar təcavüzkara göz yumurlar. 136. 1939-cu ilin payızında Seri və Almaniya arasında imzalanmış dostluq və sərhədlər haqqında müqaviləyə görə burada Polşanın bölüşdürülməsi, Finlandiyanın Seriyə verilməsi haqqında danışılır. Deməli, cavab B-dir. Polşanın döyüşdürülməsi təsdiq edilir. 137. SSR-nin 20-ci əsrin 20-ci illərinin sonuna aiddir. Yəni 29-lar. Bryan-Kellogg paktına qoşulması 29-cu ildə var idi. Deməli, cavab olacaq elə A variantı. Çünki Rapallo sazişi 22-də, Millətlər Cəmiyyətinə üzv olması 34-də, ərzaq vergisi əvəz olunması 1921-də, hərbi kommunizm siyasətinin həyata keçirilməsi isə 1920-21-dədir. 138. Sovet Rusiyasının 20-ci əsrin 20-ci illərinin tarixinə aiddir. Rapalloda Almaniya ilə saziş. Cavab A variantı. 139. Uyğunluq gözlənilmişdir. 1920-ci illərdə Avropadan ABŞ-a azad mühacirət axınının qarşısını almışdır Franklin Roosevelt. Mühacir qanunu onun dövründə deyil, Calvin Coolidge'in dövründədir. ABŞ-da Şərqi Asiya ölkələrində mühacirət qadağan olur. Hardingin dövrü, Hardingin dövründə böhran başlayır. Amerikanın işi biznesdir şüarı irəli sürülüb, Coolidge'in dövründə bu doğrudur. Digərləri də yanlışdır. ABŞ prezidenti Calvin Coolidge'in hakimiyyəti dövrünə aiddir. Böyük böhranın başlanması deyil, Roosevelt'dədir. Daha doğrusu Roosevelt böhrandan çıxır, ondan əvvəlki Hardingin dövründədir. Konstitusiyanın qəbul edilməsi deyil. Cavab yenə də C variantı, Amerikanın işi biznesdir şüarının irəli sürülməsi. 1943, 45 və 49-cu illərə uyğun gələn hadisələri müəyyən edin. 43-də Tehrandır, 45-də Potsdamdır, 49-da NATO'dur. Cavab elə A variantıdır. 142. 1941, 44 və 45-ci illərə uyğun gələn hadisələr. Deməli, 41-də 2-ci cəbhənin açması. Xeyr, A variantı yanlışdır. 41-də Tehran, bu da yanlışdır. Tehran 43-dədir. B də gedir. 41-də Atlantika Xartiyasının imzalanması. Bəli, Atlantika Xartiyası 1941-in avqustunda idi. Potsdam konfransı 44-də deyil, ona görə C də gedir. Daha sonra D-yə baxaq. Atlantika Xartiyasının imzalanması 41-də,
İkinci Dünya müharibəsində ikinci cəbhənin açılması, bəli, 44-dədir, Potsdam isə 45-dədir. Cavab D-dir. 143. ABŞ tarixində Franklin Rooseveltin yeni xətt siyasəti və Ronald Reaganın Reaganomica proqramının oxşar cəhəti. İqtisadi böhranın dayandırılması. 143-də cavab elə A variantı olacaq. Çünki hər ikisi böhrandan çıxmaq üçün həmin proqramları irəli sürmüşdü. Reagan 1980-88-ci illərdə hakimiyyətdə olmuş. Həmin dövrdə Reaganomica və yaxud mühafizəkar inqilab proqramı irəli sürülmüş. Məqsəd böhrandan çıxmaq, iqtisadiyyatı yaşlaşdırmaq, inflyasiyanı cilovlamaq idi. Roosevelt də eyni zamanda yeni xətt siyasəti ilə 1929-cu ildən dünyanı bürümüş böhrandan Amerikanı çıxartmaq, onun hakimiyyət illəri isə 30-cu illərdə olmuşdu. 45-ci ilə qədər səhv etmirəmsə Roosevelt hakimiyyətdə olub. Deməli 144-cü test. ABŞ tarixində Rooseveltin Türkiyə hökumətinin başçısı Turgut Özalın fəaliyyətinə oxşar nəticəsi. Cavab A variantı. Ölkə iqtisadiyyatının böhrandan çıxarılması. İkisi də iqtisadiyyatı dirçəldir, inflyasiyanı cilovlayır. Turgut Özalın fəaliyyəti dövründəki onun Türkiyənin iqtisadiyyatını dirçəltməsinə Türkiyə iqtisadi möcüzəsi. Ona görə ona Türkiyə iqtisadi möcüzəsinin atası adı verilmişdi. 145. 20-ci əsrin 30-cu illərinin ortasında Amerikada bitərəflik haqqında qəbul edilmiş qanunun məzmunu bundan ibarət ki, Amerika deyir ki, mən təcavüzkara məruz qalan və təcavüz edən ölkənin heç birinə fərq qoymuram və heç birinə silah verməyəcəm. Cavab A-dır onda. Münaqişə iştirakçılarına hərbi sursat satmamaq. 146. ABŞ-ın 20-ci əsrin 30-cu illərin birinci yarısı tarihinə aiddir. Sakit okeanların mülkiyyətini qorumaq üçün Qərbi Avropa dövlətləri ilə müqavilələr bağlayır. Belə bir müqavilə yoxdur. Bu, Vaşinqton konferansının şərtləridir. Lend-Liz haqqında qanunun seriyə şamil edilməsi 30-cu ildə deyil. Cavab C variantı yeni xətt siyasətinin tətbiqidir. Bitərəflik haqqında qanun da 35-dədir, o ortalarına düşür, 30-cu ilin ortasıdır. BMT-nin iştirakından imtina da BMT 1945-də yaranıb, ona görə 30-cu illərə aidiyyəti yoxdur. 147-ci test. Uyğunluq pozulmuşdur. Yəni səhvi tapırıq. Almaniya İttifaqı yaradıldı Viyana Konqresinin qərarına əsasən. Almaniya imperiyası yarandı Prusiyanın Fransa üzərində qələbəsi nəticəsində. Şimali Alman İttifaqı yarandı Prusiyanın Avstriya üzərində qələbəsi nəticəsində. Almaniya imperiyası yarandı Soyuq müharibə nəticəsində. Elə D-də uyğunluq pozulubdur. Çünki Soyuq müharibə nəticəsində Alman imperiyası yaranmır. Müharibə 1946-dan 1991-ə qədərdir Soyuq müharibə. Orada Amerika ilə SSR arasında münaqişə olur. Yəni Alman imperiyası niyə yaransın ki, həmin dövrdə? Almaniya əksinə müharibədən uduzub çıxmışdı və başqa dövlətlərin köməyi ilə iqtisadiyyatını dirçəltməyə çalışırdı. Digərləri doğrudur. 148. Truman doktrinasına əsasən yardım göstərilməsi nəzərdə tutulan dövlətləri müəyyən edin. Truman doktrinası 1945-ci ildən Amerikanı idarə edən Harry Truman'ın dövrünə aid idi. O müharibədə məğlub çıxmış Avropa ölkələrinə, Qərbi Avropa ölkələrinə yardım edəcəyi idi. Amma Türkiyədə yararlanırdı. İstanbul Avropaya düşdüyünə görə. Belə fikir yaranır ki, Türkiyə məsələn müharibədə iştirak etməyib, necə yararlanır. Amma 1945-ci ildə Türkiyə Almaniyaya müharibə elan etmişdi. Yəni o BMT-yə daxil olmaq şərti üçün ona şərt qoymuşdu böyük dövlətlər. Deməli o zaman Truman'la yaralanan ölkə kimi götürəcək 1-2-ni Türkiyəni, bir də 4-ü Almaniyanı
4 və 2 variantı var, yoxdur. O zaman 2 ilə 1 var. İtaliya ilə Almaniyanı götürək. İtaliya ilə Türkiyəni götürək. C variantı. 148 olacaq. Bəli, 148 C. İtaliya ilə Türkiyəni götürüblər. Çünki biz istədiyimiz variant yox idi orada. 149 göstərilənlər səbəbdir. Yaponiya hava adalarındakı Pearl Harbor bazasına zərbə endirdi. Bu, ABŞ-ın müharibəyə başlamağına səbəb oldu. Baxaq görək elə cavab varmı? ABŞ və Böyük Britaniya Yaponiyaya müharibə elan etməsi. Bəli, ABŞ müharibəyə qoşulur və Yaponiyaya müharibə elan edilir. 150-ci test. Göstərilənlər səbəbdir. 1939-cu ildə Sovet qoşunları Polşanın şərqini işğal etdilər. SSR qoşunları Finlandiyaya hücum etdi və müharibə başlayır. Cavab Y. 2-ci Dünya müharibəsinin başlanması. Digər cavablar yanlışdır. 151. Göstərilənlər nəticəsidir. Çinin müstəqilliyi və ərazi bütövlüyü tanındı. Çində sənaye və ticarət sahələrində bərabər imkan prinsipi tətbiq edilir. Cavab Y. Washington konfransı 1921-22-ci illərdə Amerikanın çağırdığı konfransda bu məsələlər müzakirə olundu. 152. Göstərilənlər nəticəsidir. Yaponiyanın Sakit Okeanda fəaliyyəti məhdudlaşdı. Yaponiyanın ABŞ-a qarşı qısasçılıq siyasətinin başlanğıcı qoyuldu. Deməli, Reyn təminat deyir. Cavab D variantı. Vaşinqtondan sonra Yaponiya Amerikadan böyük narazı bir dövlətə çevrilir. Çünki uzaq şərqdəki Yapon mülkləri Amerika tutur və yaxud Yaponiyanın tutmaq istədiyi mülkləri Amerika götürür və bu da onun xoşuna gəlmir. Ona görə də Amerika ilə düşmən mövqeyə keçir. Böyük Britaniya və Almanların həm hava, həm də dəniz hücumlarına məruz qaldı. Böyük Britaniya ilk radarların köməyi ilə hava hücumlarının qarşısını alır. Hitler Böyük Britaniyanın sualtı qayıqların hücumları ilə məğlub etmək istədi və çünki onun gücü Amerikadan gələn yardımdan asılı idi. Beləliklə, ilk strateji məğlubiyyət, belə bir məsələ var orada. İldırım sürətli müharibəyə çıxdı, SSR müharibəyə qoşuldu. Onda deməli olacaq Atlantik okeanında döyüşlər başladı. C variantı. Çünki Almaniyanın ildırım sürətli müharibə planının boşa çıxması 1941-ci dekabr Moskvadadır. SSR-nin müharibəyə qoşulması 1941-ci ildə iyunun 22-sində Hitlerin SSR-yə hücumu ilədir. Müharibənin gedişində əsaslı dönüşün yaranması 1942-ci ildə Stalinqraddadır. Stalinqrad vuruşuna əsasəndir. Böyük Britaniyanın təcridçilik siyasətinin iflasa uğraması da Böyük Britaniyanın müharibəyə qoşulması ilədir. Deməli, cavab olacaq C variantı. 154. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 20-ci əsrin 20-ci illərində Böyük Britaniya və 20-ci əsrin 20-ci illərində Amerikaya aid olan diaqramı həll edəcək. Reyn təminat paktına qoşulmaları. Deməli, Reyn təminat paktı 1922-ci ildə imzalanmışdı. Daha doğrusu 25-ci ildə imzalanmışdı. Paktı imzalayan ölkələr Böyük Britaniya, İtaliya, Belçika, Almaniya və Fransa idi. O zaman 1-1-ə gedəcək. 1-1-ə. 1-1-ə elə bir yerdə var. Gəlin onu yoxlayaq. 2-yə isə 3 götürüblər. Mühacirət qanunlarına dəyişiklik edərək Şərqi Avropada mühacirətin məhdudlaşdırılması. Bəli, bu 20-ci əsrin 20-ci illərində Calvin Coolidge'in dövründə Amerikadakı siyasətdir. O zaman 2-yə də nə getdi? 3 gedir. 2-yə də 3.
3-ə isə 4, ortaya isə 4. Sakit Okean mülklərinin birgə qorunması haqqında müqavilə, bəli, Böyük Britaniya, Fransa, Amerika, Yaponiya Vaşinqton konferansında Sakit Okean mülklərinin birgə qorunma haqqında razılığa gəlmişdilər. Deməli, 154-cü testdə cavab olacaq D variantı. 155-ci test. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 20-ci əsrin 30-cu illəri Almaniya və 20-ci əsrin 30-cu illəri seri. Təkpartiyalı sistem, bəli, doğrudur. Təkpartiyalı ortaya gedəcək. Çünki SSR-də kommunist, Almaniyada isə faşist partiyası hakimiyyətdə idi. 3-ə 1 gedəcək. Gəlin görək 3-ə 3 və 5 gedirmi? 3. Konstitusiyanın qəbul edilməsi. Alman konstitusiyası, SSR konstitusiyası. SSR-in konstitusiyası var əslində 1936-cı ildə. Deməli, nə getdi? 1, bir də 3. Reyn təminat müqaviləsinin imzalanması. Reyn təminat müqaviləsi 1925-ci ildə imzalanmışdı. Deməli, 2 heç birinə getməyəcək. 2 olan variantları çıxırıq. Polşanın bir hissəsinin işğal edilməsi. SSR ilə Almaniya 1939-cu ildə Polşanı bölmək haqqında qərara gəlirlər. Deməli, 1 və 4 ortaya gedəcək. 3 gedəcək SSR-yə. 5 Çexoslovakiyanın işğalısa Almaniya. Cavab Y variantı olacaq. 155 Y variantı. 156. 1933-cü ildən yeni xətt siyasətini həyata keçirən Franklin Roosevelt hakimiyyətin ilk, oxunmur biraz, bilmirəm orada nə yazıb, günündə 70-dən çox qanun qəbul etdi. Bank sistemi üzərində dövlətin söhbət yeni xətt siyasətindən gedir. Sənaye və kənd təsərrüfatının bərpası ilə nəzarəti yəqin ki yazıb artırıldı. Əmək münasibətlərində tənzimlənməsində dövlətin rolu gücləndi. Ölkə tarixində təqaüd və ilk dəfə olaraq təqaüd və müavinət sistemi yaradılır, sığorta genişlənir. Verilənlər əsasında Rooseveltin siyasətində əsas mahiyyəti. Sənaye məsələləri milliləşməsi söhbəti yoxdur. Bazar iqtisadiyyatının tətbiq olunması, xüsusi sahibkarlığın canlandırılması yox, iqtisadiyyata dövlət tərəfindən tənzimlənməsi cavab olacaq D variantı. Çünki mütləq dövlət iqtisadiyyata nəzarət etməlidir ki, böhrandan çıxsınlar. 157. 1933-cü ildə baş vermiş hadisələr. Anti-Komintern paktının imzalanması. Bu nədir? 33-cü ildə baş vermiş hadisə. Anti-Komintern 33-cü ildə deyil. 36-dadır. Polad paktının imzalanması. Polad paktı da 33-də deyil. SSR ilə ABŞ arasında diplomatik münasibətlərin yaranması. Bu doğrudur, 33-dədir. Almaniya Millətlər Cəmiyyətinin çıxması da 33-dədir. Cavab olacaq 3 və 4. 158. 1935-ci ildə baş vermiş hadisələr. Anti-Komintern 1936-dadır. Streza 1935-dədir. Almaniyanın Sar vilayətini yerindən rəy sorğusu əsasında geri qaytarması da 1935-dədir. Deməli, cavab olacaq 1, 2, bir də 4. Daha sonra 159-cu test. Avstriyanın işğal olması 1938 olmalıdır. Ona görə cavab olacaq 2 və 4. 159. 1939-cu ildə baş vermiş hadisələr. Almaniya tərəfindən Avstriyanın tutulması, Molotov-Ribbentrop paktı verilib, İspaniyada faşist diktaturasının qurulması və Anti-Komintern paktının imzalanması. Deməli, burada olacaq cavab Molotov-Ribbentrop paktının imzalanması 1939-cu ilin avqust ayında idi. SSR ilə Almaniya arasında imzalanmışdı. Polşa bölüşdürüləcək idi.
Bir də Fransisko Frankonun qiyamı 1936-39-cu illər arasındadır və İspaniyada faşist diktaturası da həmin vaxtda qurulur. Demək, cavab oldu hansı? 2 və 3. 160. Faşist Almaniyasının Versal sistemini iflasa uğradan addımları. Molotov-Ribbentrop olmaz çünki o daha gecdir, 39-dadır. Hərbsizləşmiş Reyn zonasına qoşun yeritməsi olacaq biri. Biri isə baş qərargahın bərpa olması olacaq. 2 və 3. Çünki Polşanın zəbti və Molotov-Ribbentrop 1939-cu ildə daha sonralar baş vermiş hadisədir. Artıq müharibə başlarına yaxındır. 161. Almaniyada baş vermiş 1918-ci il noyabr inqilabının nəticəsində deməli, təbii ki, orada monarxiya idi. Monarxiya quruluşu 1871-ci ildən bu yana Almaniyada mövcud idi. İnqilab nəticəsində monarxiya devrilir və Weimar Respublikası yaranır. Cavab olacaq 2, bir də 4. Monarxiya devrildi, bir də respublika elan edildi. 162. 1919-cu ildə imzalanmış Versal sülhünün Almaniya üçün nəticəsi. Ərazinin bir hissəsi Avstriyaya güzəştə gedir yazıb. Weimar konstitusiyası qəbul edilib yazır. 2-də bütün müstəmləkələrdən məhrum edildi. Respublika elan edildi. Təzminat ödəməyə məhkum edildi. Deməli, burada olacaq 1, bütün 3, bir də 5. Daha doğrusu 3, bir də 5. Avstriyaya güzəştə gedilmə söhbəti yoxdur. Bütün müstəmləkələrdən məhrum edildi və təzminat ödəməyə məhkum edildi. 163. 1944-cü ildə Anti-Hitler koalisiyasının qoşunlarının Fransaya daxil olmasının nəticəsi Avropada ikinci cəbhə açılır. Biri 1-dir. 2 olmayacaq, çünki o Fransa təslim olandadır. Və ölkə ərazisi işğalçılardan azad olundu. Biri də 4-dür. 1 və 4. Neçənci testi? 163-cü test. Bir və 4. 164. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. İtaliyanın Liviyada soyqırım siyasətini həyata keçirməsi nəticəsində Ömər Muxtarın başçılığı ilə azadlıq müharibəsi başladı. Düzdür, bu İtaliya orada 1923-cü ildən soyqırım keçirmiş və 23-32-ci illərdə də Ömər Muxtarın hərəkəti olmuşdu, amma yatırılmışdı. Demək, biri 1-dir. Daos planının hazırlanması nəticəsində Fransa-Belçika Rur. Xeyr, bu yanlışdır. Daos 24-dədir. Fransa-Belçikanın Rura çıxması 23-də edam siyasətidir. 2 yanlışdır. ABŞ-da böyük böhranın baş verməsi nəticəsində dövlətlər arası ziddiyyətlərin artması. Deməli, 3 ola bilər. Almaniyanın Millətlər Cəmiyyətinə daxil olması nəticəsində Reyn təminat paktı. Xeyr, bu orada deyil. Çünki Almaniya 1926-da millətlərə daxil olur. Reyn təminat paktı isə 1925-dədir. Ona görə Lokarnoda, ona görə də götürmürük. Çexoslovakiyanın Almaniya tərəfindən ilhaq edilməsi nəticəsində İngiltərə və Fransanın sakitləşmə siyasətinin uğursuzluğu. Biri də 5-dir cavab. Demək oldu 1, 3 və 5. 165-ci test. SSR-nin işğalçılıq siyasəti nəticəsində SSR-nin Millətlər Cəmiyyətinin çıxarılması doğrudur. 1939-cu il işğalçılıq siyasətinə görə SSR Millətlər Cəmiyyətindən çıxarılır. 2. Almaniyanın Danimarka və Norveçi işğal etməsi nəticəsində Almaniyanın şimal sərhədlərinin təhlükəsizliyinin təmin olunması. Bəli, bu da doğrudur. Almaniyanın müttəfiqlərə təslim olması nəticəsində 2-ci Dünya müharibəsi başa çatması. Bu yanlışdır, çünki Yaponiya təslim olanda müharibə başa çatır. 4. Mərcan adalarında döyüşün baş verməsi nəticəsində Yaponiya Avstraliyanı işğal edir. Bu da yanlışdır, çünki Mərcan adalarında Yaponiya uduzur. Moskva ətrafında döyüş, almanların ildırım sürəti, bu doğrudur. Cavab olacaq 1, 2, bir də 5. Deməli,
166. 20-ci əsrin 30-cu illərinin ikinci yarısına aiddir. Neville Chamberlainin Böyük Britaniyada hökumətə rəhbərlik etməsi. Bu doğrudur, çünki Chamberlainin dövrü 30-cu illərdə idi. Yaponiyanın Mancuniyanı işğal etməsi, bəli, bu da. Amma ikinci yarısı deyil. Yaponiya Mancuniyanı 31-də işğal edir və orada Mancoqo dövləti yaradır. Ona görə 2-ni götürmürük. Almaniya-İtaliya ittifaqı doğrudur. Çünki 1936-cı ildə Almaniya-İtaliya ittifaqı yaradılmışdı Antikomintern. İtaliyanın İspaniyaya hərbi müdaxiləsi, orada General Francisco Franco'nun başçılığı ilə qiyam zamanı müdaxilə var idi. Bir də Almaniya Millətlər Cəmiyyəti 33-dür. Deməli, 166-cı testdə olur cavabımız 1, 3, bir də 4. 1, 3, 4. Digərləri birinci yarısıdır 30-cu illərin. 167. 20-ci əsrin 30-cu illərin ikinci yarısına aiddir. Almaniya Millətlər Cəmiyyətindən çıxması 33-dədir. Yaponiyanın Mancuniyanı tutması 30'ların əvvəllərindədir. Onda 3 və 4 olacaq. Çünki Avstriyanın Almaniya birləşməsi 38 olmalıdır kimi bir fikrim var. Amma yəni ikinci yarısıdır, amma 38 olmasın haqqında bir fikrim var. Və Streza konferansı əslində Streza 1935-dədir. 35 ikinci yarısı götürüb. Əslində 35 ikinci yarısı yox, tam ortası gedir. 168. 20-ci əsrin 30-cu illərinə aiddir. ABŞ-da yeni xətt siyasətinin həyata keçirilməsi, bəli, doğrudur. Böyük böhranın başlanması, amma 29-dadır. Genuyada beynəlxalq konferans 22-dədir. İspaniyada vətəndaş müharibəsi 36-39, General Francisco Franco. Demək, cavab olacaq 1 və 4. 169. Weimar Respublikası dövrünə aiddir. Almaniya Millətlər Cəmiyyətinə daxil olması, bəli, Weimar, çünki 1919-dan 34-ə qədər idi. Avstriyanın Almaniyaya birləşdirilməsi, yox, bu aid deyil. Antikomintern paktı da aid deyil. Cavab bir də Reyn təminat paktıdır. Locarno'da idi 1925-də. 1 və 4 oldu cavab 169-da. Demək, 170. 1939-cu ildə baş vermişdir. Sudet vilayətinin Almaniyaya güzəştə gedilməsi bu yanlışdır. Çünki 1938-də Münhendə idi Sudet. McDonald'ın hökumət qurması, Ramsey McDonald'ın. Xeyr, bu da yanlışdır. O 24-29-cu illərdə hökumət qurmuşdu. Polad paktının imzalanması, bəli, İtaliya ilə Polad paktı var. 1 və 3 olacaq. Amma Molotov, yox, Sudeti götürmədik də. Sudet 38 idi. Biri 3'dür, biri də 4'dür. Molotov-Ribbentrop 170, 3 və 4. 171. Türkiyədə 20-ci əsrin 30-cu illər tarixinə aiddir. Montre konferansının qərarı ilə boğazların Türkiyəyə daxili sularına çevrilməsi. Bəli də, orada deyilir ki, ora çıxışı olmayan ölkələr hərbi gəmi keçirdə bilməzdilər və nəticədə boğazlar Türkiyənin nəzarətinə keçirdi. Lozanna sülhü, xeyr, bu 1922-dədir. İlk konstitusiya 1924-dədir, anayasa. Əfqanistanla müqavilə isə 1937-dədir. Cavab 1 və 4'dür. Əfqanistanla müqavilə Sədabad paktını deyir. Türkiyə, İran, İraq, Əfqanistan hücum etməmək haqqında pakt imzalamışdı. Türkiyənin 20-ci əsrin 20-ci illər tarixinə aiddir. Montre konferansı, xeyr, 30-cu illərdir. Ölkənin Millətlər Cəmiyyətinə daxil olması 32-dədir. Deməli, cavab 3 və 4 olacaq. Çünki paytaxtın Ankaraya köçürülməsi 20-ci illərdədir. 1923. Mudanya sülh müqaviləsinin bağlanması da 1922-dir. 3 və 4. 173. Hadisə nəticə əlaqələrini müəyyən edin. Yaponiya və Almaniyaya yaxınlaşması nəticəsində Antikomintern paktı, bu doğrudur, biri 1'dir. İspaniyada vətəndaş müharibəsi nəticəsində faşist diktaturası, bu da doğrudur, 1-2.
Almaniya Millətlər Cəmiyyətinə daxil olması Versalın süqutu. Xeyr, niyə süqut etsin ki? 3 yanlışdır. Çexoslovakiyanın Almaniya tərəfindən işğal olması nəticəsində Seri və Almaniya yaxınlaşdı. Deməli, Seri və Almaniya Çexoslovakiyadan sonra niyə yaxınlaşdı? Streza konferansının keçirilməsi nəticəsində Avstriyanın rəzib dövlət təminata götürülür. Bəli, biri də 5-dir. 1, 2, bir də 5. Deməli, 174. Hadisə nəticə əlaqələri müəyyən edin. Mustafa Kemal Paşanın rəhbərliyi ilə azadlıq hərəkatının qələbə çalması nəticəsində Lozanna konferansında Türkiyənin tanınması. Deməli, burada götürəcək. Lozanna 22-ci ildə ödəsində Türkiyənin tanınması. Lozannada Sevr və Mudros pozulur. Bu doğrudur. Almaniyada nasistlərin hakimiyyətə gəlməsi nəticəsində tək partiyalı. Bu da doğrudur. Yeni xətt siyasətinin həyata keçirilməsi nəticəsində ABŞ iqtisadiyyatının inkişaf etməsi. Bu da doğrudur. Sədabad paktının imzalanması nəticəsində Türkiyə 2-ci Dünya müharibəsinə qoşuldu. Bu yanlışdır. Qoşulmaması olmalıydı. Molotov-Ribbentrop paktı Almaniya Avstriyanın ilhaqı. Bu da yanlışdır. 4 və 5 yanlışdır. 180-ə çataq. Yoruldum. Hadisə nəticə əlaqələrini müəyyən edin. İngiltərə və Fransanın nasizmə qarşı sakitləşdirmə siyasəti Almaniyanın Çexoslovakiyanı işğal edir. Bəli, doğrudur da. Sonuçda Almaniya gedib oranı tutur. Münhenin bu nəticəsidir əslində. Münhendə onlar Sudet vilayətini Almaniyaya verirlər. Amma Almaniya bundan sonra iştahlanıb gedib daha da çox ərazi tutur. Bütün Çexoslovakiyanı tutur. Və bu İngiltərə və Fransanın nüfuzunu aşağı salır. 2. İngiltərə və Fransanın Efiopiyanı işğalını pisləməsi İtaliyanın Almaniyaya yaxınlaşır. Bəli, bu da doğrudur. 1, 2. Deməli, Rapallo sazişinin imzalanması nəticəsində Fransanın sakitləşmə siyasəti imkanı yox. Belə bir şey yoxdur. Rapalloda Almaniya ilə SSR yaxınlaşmışdı. 3 yanlışdır. Fransa və Almaniya arasında yaxınlaşmanın baş verməsi nəticəsində Almaniyanın Millətlər Cəmiyyətindən çıxması. Deməli, bu da belə bir şey də biz görməmişdik. Fransa-Almaniya arasında yaxınlaşma nə vaxt baş verir ki? Silahsızlaşdırılmış Ren zonasına qoşun yerilməsi nəticəsində bəli, biri də 5-dir. 1, 2, bir də 5. Düz dedim, 170. 1, 2, bir də 5. Bəli, doğrudur. SSR-nin Finlandiya ilə müharibəyə başlaması nəticəsində SSR-nin Millətlər Cəmiyyətindən çıxarılması. Ümumiyyətlə 1939-cu ildə SSR-nin bir çox əraziləri işğal edib özünə birləşdirməsi ilə onu təcavüzkar adlandırıb Millətlər Cəmiyyətindən çıxardırlar. Eyni zamanda Finlandiya da bura daxil idi. Biri birdir. Lend-Liz qanununun qəbulu ABŞ-ın təhlükəsizliyi üçün vacib edilən ölkələrə yardımı. Bəli, bu da doğrudur. 1941-ci ilin martında idi. 1, 2. Yaponiyanın Havay adasında ABŞ hərbi bazasının zərbə endirməsi. Bəli, bu da doğrudur. 1, 2, 3 doğrudur. 4-5-ə baxaq. Stalingrad ətrafında döyüşün baş verməsi nəticəsində Almaniyanın ilk strateji məğlubiyyəti. Xeyr, Stalingraddan əvvəl Moskvada Almaniya artıq məğlub olmuşdu. Ona görə 4 yanlışdır. Sovet qoşunlarının Polşaya daxil olması nəticəsində SSR və Almaniya arasında müharibənin başlanması. Polşaya daxil olması ilə Almaniya 2-ci dünyaya başlayır, amma SSR ilə 41-də başlayacaq. Hadisə nəticə əlaqələrini yenə müəyyən edirik. Moskva ətrafında Alman qoşunlarının darmadağın edilməsi, ildırım sürətli müharibə planının puça çıxması. Bu doğrudur. Stalingrad döyüşünün baş verməsi nəticəsində Sovet-Alman cəbhəsində əsaslı dönüşün başa çatması. Xeyr, əsaslı dönüş Kurskla başa çatır. Almaniyanın Polşaya hücumu nəticəsində 2-ci Dünya müharibəsinin başlaması. Bəli, bu da doğrudur. 1, 3. Müttəfiq qoşunlarının Siciliyaya çıxarması nəticəsində İtaliya, biri də 4-dür. İtaliyada faşist rejimin devrilməsi. 1, 3 və 4 olacaq cavab. 177-də. 5-in yanlış olduğunu təsdiqləyək. Almaniyanın təslim olması ilə 2-ci dünya başa çatmır.
Yaponiya ilə başladır. Bugünlük bu qədər. Yoruldum. Sonra davam edəcəm.